Değerli dostlar, son zamanlar televizyon ekranlarında atılmış kocaları gördükçe insanın yüreği parçalanır. O kocalar evinde gözü yol çeken ata-anaları görünce düşünürsen, ilahi, bu insanların günahı nedir ki seve seve balalarını ezliye ezliye böyüden ata-ana indi kocalar evinde gözü yol çəkir, evlad yolu gözləyir ve kocalar evine məhkumdur. Ona göre kocaları atmayın şiirini size təqdim edirəm. Atılmış ata gördüm, atılmış ana gördüm, yamanca mən kövrəldim, ucaldı ərşə dərdim. Gelecek ne vaxt qalam, ne kadar burada qalam, danışan ürəyində, ağrısı kürəyində, gözləri yolda olan, gül kimi rəngi solan, atanı siz axtarın, ananı siz axtarın, qoymayın ahıl vaxtı, uçula tacı taxtı. Sen gəzə bilməyəndə, danışıb gülməyəndə, onlar tutub əlindən, onlar öpüb dilindən, hər kəlmənə, sözünə, sənin gülən üzünə, bəlkə qurban kəsiblər, sənin üçün əsiblər. Yuxusuz gecə görüb, adına çələng görüb, can deyərək can verib, onlar sənə qan verib. Övladlar rəhmə gəlin, siz qeyrət namus bilin, bəd əməldən əl çəkin, qarşısında diz sökün. Üzr istəyin atadan, üzr istəyin anadan, dalınca ayaq yalın, gedin könlünü alın. Qoy xəcalət çəkməsin, qoy göz yaşı tökməsin, hər gələndə adınız, qohumlar həm yadınız. Yəqin ata bağışlar, yəqin ana bağışlar, atmaq olmaz atanı, atmaq olmaz ananı. Atsan əgər atanı, atsan əgər ananı, səni övladın atar. Elə bir misal da var, nə tökərsən aşına, o da çıxar qarşına.